Deməli, hərəkətə başlamaq üçün biz sol dönmə işığına qoşub sol güzgüyə baxaraq arxadan gələn nəqliyyat vasitələrinə sürət və istiqamətini dəyişməyə məcbur eləməmək şərti ilə hərəkətə başlayıb hərəkətimiz davam etdiririk. Qarşıda dayanmadan hərəkət qadağandır. Stop nişanı qurlaşdırılıb. Bu hissədə biz əgər stop xətti varsa orada dayanmalıyıq, yoxdursa yolun ən yaxşı görsənən hissəsində dayanıb baxırıq. Soldan gələn avtomobillər yoxdursa soldan gələn avtomobillərə mane olmamaq şərti ilə hərəkətimizə başlaya bilərik. Davam edirik hərəkətimizə və sağa və ya sola dönəndə dönmə əməliyyat edən zaman piyadalara mütləq yol verməliyik. Deməli, yol hərəkət qaydalarında sağ zolaq boşdursa sağda hərəkət etməliyik. Fikir verirsiniz, sağda hərəkət eləmək mümkün deyil. Çox vaxtlar sağda dayanan avtomobillər sağda hərəkət etməyə imkan yaratmırlar. Ona görə biz növbəti ikinci zolağa, orta zolağa keçməyə məcbur olmuşuq. Burada hərəkətimizi davam elətdiririk. Bəzi hallarda sağ zolaqda boş olan zaman yüksək sürətlə hərəkət edən avtomobillərə rast gəlirik. Solda isə tam əksinə nisbətən aşağı sürətlə, yəni intensiv hərəkət sürətini pozaraq sol zolaqda daha aşağı sürətlə, sağda isə nisbətən daha yüksək sürətlə hərəkət edən sürücülər olur. Çalışaq ki, biz hər zolağın özünə görə sürəti olmalıdır da. Belə məntəqədə şəhər arası sürət 60-dır, yəni ağ fon. Evlər yola yaxın olan yerlərdə, şəhər içində sürət əksəriyyət yerlərdə 60-dır. Bəzi yerlərdə var ki, küçələrdə, məsələn, Babək prospektidir, ondan sonra Yusif Səfərov küçəsidir, orada sürət 80-dir, daha artıqdır. Amma əksəriyyət yerlərdə 60-dır. Deməli, biz sol zolaqda fikir versiz, sağda daha sürətlə avtomobil, indi dediyimiz kimi. Solda nisbətən daha aşağı gedən avtomobillərə yenə rast gəldik. Biz ümumiyyətcə nə etməliyik? Sol zolağı ancaq ötmə və əgər geriyə dönüş varsa o dönüşü o zamanlar istifadə eləməliyik. Digər vaxtlarda sağ zolaqda hərəkət eləsək daha yaxşı olar. Üç zolaqlı yollarda isə biz mən belə yanaşıram ki, orta zolaq daha əlverişlidir, çünki sağda dayanan, duran, ondan sonra həyətlərə girən, çıxan sürücülər daha çox olur. Belə deyək, daha çox maneələr, daha çox problemlər yaranır. Sol kənar zolaqda isə daha sürətlə hərəkət edən, orada daha tələsən, operativ nəqliyyat vasitələrinə tez-tez rast gəlmək olur. Ona görə elə ən yaxşısı, ən təhlükəsizli orta zolaq hesab olunur. Fikir verirsiniz, sağ zolaqda ümumiyyətcə çox az hallarda rast gəlirik ki, sağ zolaq boşdur. Çünki dayanma, durma məsələsi, o qədər dayanma, durma məsələsi bizdə problemdir ki, sağda ümumiyyətcə yer də yoxdur başqa yerdə saxlamağa. Yəni sürücüləri də çox belə qınaya bilmərik. Çünki yer olsa, alternativ yerlər, stayankalar olsa, ödənişsiz və yaxud ödənişli dayanacaqlar olanda sürücülər bundan istifadə eləməyə üstünlük verirlər. Fikir versiz, sağla getməyə çalışırım, ancaq alınmır, yenə zolağımı dəyişməyə məcbur oluram. Yəni iki zolaqlı yolda sağda əgər avtomobillər varsa məcbur hamı soldan gedir. İndi biz hazırlaşmalıyıq ki, bu yaxınlarda şəhərdə bir 10 küçə və prospektlərdə avtobus zolaqları işə düşəcək. Hal-hazırda avtobus zolaqları çəkilib bir neçəsində.
İndi qanunla qüvvəyə minib ora keçən sürücülər cərimələnəcək. Biz indidən özümüzü hazırlamalıyıq ki, avtobus zolağı olanda tıxacların sayı daha da çox olacaq. Bu nədən irəli gələcək? Çünki bizdə avtomobillərin sayı görürsünüz, yəni şəhərdə çox sıxlıqlar olur. Nəyə görə? Çünki Bakı şəhərində avtomobillərin sayı günü-gündən artır. Yollar da buna dözmür, çünki yollar ilə olduğu kimi qalır. Burada məsələn fikir verirsiniz, Babək prospektində 4 zolaqlı yoldur. Bunun sağ zolağı avtobuslar üçün fikir verirsiniz, nişanda qurlaşdırılıb. Yaxın vaxtlarda sağ zolaq ancaq avtobusların, ictimai nəqliyyatın hərəkət üçün nəzərdə tutulacaq. Solda isə burada U dönüşü, geriyə dönüş üçün nəzərdə tutulub tez-tez bu cür geriyə dönüş nişanlarına rast gələcəyik. Deməli, orta 2 zolaq qalır. Bu zolaqlarda isə biz hərəkət etməli olacağıq. Deməli, biz harasa gediriksə daha tez çıxmaq lazımdır ki, bir yarım saat, 1 saat qabaq, məsələn işə gedəndə, pik vaxtlarında çalışmalıyıq ki, hamı eyni vaxta çıxmasın. Məsələn, iş saatları saat 9-da başlayırsa, işə yaxın olanlar 9-a qalmış, çox 5-10 dəqiqə belə deyək, qalmış evdən çıxıb, hamı eyni vaxtda tıxacda olur. Ona görə nisbətən daha qabaq çıxıb, yolda vaxt itirməyə mənə ilgər dəyməz. Düz yolda fikir verirsiniz, sürət məsələn 80-60 tez-tez dəyişir burada. Ancaq elə əvvəldən sürəti 60 tutub normal şəkildə hərəkət eləməyə çalışıram. 60 sürəti çox yaxşı sürətdir. Yəni 60-dan gedəndə sürət aşağı olanda adam daha özünü yaxşı hiss eləyir. Daha idarə etmə yaxşı olur. Hər şeyi görə bilirsən. Yəni tez-tez qəza şəraitləri yaranmır. Həm qabağı, həm arxana güzgüləri müşahidə edə bilirsən. Sürət artanda isə adam istər-istəməz sürücü, yeni başlayan sürücü olsun və yaxud illərin sürücüsü olsun, sürət çoxaldıqca gərginlik artır. Ancaq qabağında gedən avtomobillə ara məsafəsi saxlamaq kimi, yəni manevrlara fikrin ancaq cəmlənir bir yerə, güzgülərə nəzarəti də belə deyək, adam itirir. Çünki sürət artanda istənilən adamda bu gərginlik olur. Ancaq normal sürətlə gedəndə hal-hazırda fikir verirsiniz, yenə 80 yazılıb, ancaq 60 ilə sağ zolaqda hərəkət edirsən, daha yaxşı. Ara məsafəsi də lazım olan qədərdir. Yəni ara məsafəsini bir daha istəyirəm vurğulayım ki, bunun 2 cür hesablaması var. Biri var, misal üçün saniyə ilə 3 saniyə. Bu biraz mənə elə gəlir yeni başlayan sürücülər üçün daha çətin hesablama üsuludur. Məsələn, bu 3 saniyə qarşıdakı maşınla, qarşıda gedən avtomobillə bizim ara məsafəmiz nə deməkdir? Belə deyək, buradan işıqforun dirəyinə qədər sayırsan 1, 2, 3, istənilən sürətdə bu 3 saniyə özünü doğruldur. Çünki sürət artanda da, aşağı olanda da bu 3 saniyə ara məsafəsi üçün yetərincə olur. Ancaq yol səthi dəyişəndə biraz daha çox saxlayırsan. İkinci üsul da budur ki, sürətin yarısı qədər ara məsafəsi saxlamaq. Bu mənə elə gəlir daha asan üsuldur, hesablama üsulu. Metrə ilə, yəni əksəriyyət insanlar bunu çox yaxşı bilir ki, məsələn, avtomobil dayanan vəziyyətdə biz qarşımızdakı avtomobilin arxa təkərlərinin yerə toxunan hissəsini biz görməliyik. Bu halda bizim o qarşıdakı maşından 3-4 metrə məsafəmiz olur
və qarşıdakı avtomobildə nəsə baş verərsə, sönərsə, hərəkət məhdud olarsa, hərəkət edə bilməzsə, biz onu yandan, sağdan və ya soldan ötüb keçə bilərik belə olan halda. Yəni lazımı o dediyim nöqtəni görəndə, yəni çox yaxınlaşmayanda. Arxaya vermədən biz o qarşımızdakı avtomobili mi, maniyəni mi sağdan və ya soldan hər hansı tərəfdən imkan varsa ötüb keçə bilərik. Əsas məsələ burada budur ki, arxaya vermədən birbaşa çox yaxınlaşmaq olmaz avtomobilə. Hər bir şey ola bilər. Pajar da ola bilər. Yəni yanğın olan vaxtı məsafə çox olsa daha yaxşı olar. Tıxac vaxtlar buna çoxumuz riayət eləmirik. Məsələn, 4 zolaqlı yolda 6-7 zolaq əmələ gəlir çox sıx. Yəni nəsə yanğın olarsa qapını açıb düşüb qaçmağa da belə, canımızı qurtarmağa da biz imkan tapa bilmərik. Ona görə hər bir halda hamımız məsafə saxlamalıyıq. Həm qarşıda, həm arxada, həm yanlarda. Dörd bir yanda özümüz üçün, təhlükəsizlik üçün ara məsafə saxlamağımız çox vacibdir. Hərəkət edən zaman isə, deməli hərəkət edən zaman tam dayanma məsafəsi vardır. Biz bayaq dediyimiz o ara məsafəsi metrə ilə, belə deyək, quru yolda minimum sürətin yarısı qədər ara məsafə saxlamalıyıq. Yağan vaxtı sürətin özü qədər. Qarda, buzda isə bundan bir neçə dəfə çox. Yəni yol səthi dəyişdikcə ara məsafəsi daha çox saxlamalıyıq. Bunu hər birimiz eləsək, ümumiyyətcə problem yaranmaz. Çünki bunun hesablama üsulu, elementar bir hesablama üsulu var. Yəni bunun yarı hissəsi sürücünün reaksiya yoludur, reaksiya zamanı itirdiyimiz, qət elədiyimiz məsafədir. O birisi yarı hissəsi isə tormuz yoludur. Sürücünün reaksiya yolu, reaksiya vaxtı nə deməkdir? Sürücü maniyəni gördüyü andan ayağını qaz pedalından götürüb tormuz pedalına qoyana qədər hər hansı bir vaxtı itiririk. Məsələn, 1 saniyə. Ayıq-sayıq sürücü üçün, yəni normal yuxusunu yatmış, yorğun olmayan sürücü üçün reaksiya deyək ki 1 saniyədir. Sürücü sadəcə gözündən gördü maniyəni, ayağını qazdan götürdü, qoydu tormuzda. 1 saniyə burada itirdi. Misal üçün 60 ilə hərəkət edən, 60 sürətlə hərəkət edən avtomobil üçün 1 saniyədə 15-17 metrə yol qət eləyir. Yəni ayağını qazdan götürüb tormuza qoydu 1 saniyə. 15-17 metrə artıq biz yol qət elədik, irəli getmiş olduq. İkinci hissə isə biz tormuz pedalını sıxan kimi avtomobil dayanmır. Tormuz yolda vardı. Biraz tormuzu basırsan dayana qədər burada da hardasa müəyyən yol qət eləyirik. Ona görə də sürətin yarısı qədər məsafə saxlayanda biz təhlükəsiz idarə etmiş oluruq ki, qarşıdakı maşınla toqquşmanın qarşısını ala bilirik. Deməli, quru yolda ilişmə əmsalları var da, təkərlərin yeri ilişmə əmsalları. Quru yolda 0,7%, quru yolda 0,7, yaş yolda 0,4, buzda, qarda isə 0,1%-ə düşür. Yəni yol səthi dəyişdikcə deməli əmsallar da dəyişir. Ona görə bu dediklərimiz, yəni təhlükəsiz idarə etmə mövzusundan anlayışı olan sürücü heç bir vaxt problem yaratmaz özünə. Nə qəza şəraiti olar, nə qəza olar inşallah. Ona görə təlimdə deyilən bütün qayda qanunlara, bütün nüanslara diqqət yetirmək lazımdır. Bu halda sürücü həm özünü, həm digər yol hərəkət iştirakçılarını qorumuş olur. Deməli biz buradan bu dönüş etməliyik.
sağdan gələn avtomobillərin sürət və istiqamətini dəyişməyə məcbur eləməmək şərti ilə. Baxırıq, görürük bizim zolaqdan gələn yoxdur və yaxud uzaqdadır. Biz ona mane olmayacağıq və sürətimizi artırıb hərəkətimizə davam edirik. Yenə də ara məsafəsini saxlamaq şərti ilə. Ara məsafəsini çox saxladıqda çox idarə etmə asanlaşır. Yəni ümumiyyətcə problem yaranmır. Ancaq məsafə az olanda istər-istəməz tez-tez problem yaranır. Qarşıdakı avtomobil kəskin tormozlama eləyən zaman məcburuq biz də kəskin tormozlama eləyək. Ancaq kəskin tormoz və səs siqnalı ancaq qəza şəraitinin qarşısını almaq üçündür. Biz də məsafəni çox saxlatdıqda ümumiyyətcə qəza şəraiti yaratmırıq. Amma məsafə az olanda bunun özü birbaşa qəza şəraiti deməkdir ki, fikir verirsiniz, yollarda nə qədər məsafəni az saxlayan sürücülərlə rastlaşırıq. Biz tək qarşıda yox, arxadan gələn avtomobil də nəzərə almalıyıq ki, məsələn, biz qarşıda hərəkətdə olan zaman qarşıda özümüz öz avtomobilimizlə qarşıda gedən avtomobil arasında normal məsafə saxlayıb gedirik və güzgüdən arxaya baxanda görürük ki, arxadakı avtomobil ümumiyyətcə məsafə saxlamır, çox yaxındadır, həddindən artıq yaxındadır. Yəni biz kəskin tormoz versək, yəni o qaçılmaz qəzadır. Bu vaxtlar biz nə edirik? Yəni normalda biz sürətin yarısı qədər məsafə saxlayırdıqsa, indi artıq keçirik arxadakı da avtomobilin də əvəzinə məsafə saxlamağa. Yəni cəmisi 2 zolaqdırsa, biri gedən, biri gələn, biz zolağı dəyişməyə də imkan yoxdur ki, zolağı dəyişək. Bu zaman bizim bir dənə variantımız o qalır ki, məsafə bayaq sürətin yarısı qədər idisə, məsələn 60 ilə gedirik, 30 metrə idisə, indi arxada gələn də əvəzinə, yəni 30 əvəzinə 60 saxlayırıq ki, birdən qarşıdakı avtomobilin qabağına nəsə çıxar, adam qaçar, maşın, hansısa bir maneə çıxar, bu kəskin tormozlama eləyər. Bu zaman biz də kəskin tormozlama eləyəcəyik, biz də yerə ona toxunmayacağıq. Çünki məsafəmiz normaldır. Yəni fizikada olduğu kimidir. İndi danışdığımız üçün qayda qanuna riayət eləyərək hərəkət eləyiriksə, bizdə də bu problem yaranmamalıdır. Ancaq arxadan gələn hansı ki məsafə saxlamır sürücü, qabaqdakı dayandı, biz dayandıq. Əgər o dayana bilməyib, bizə gəlib toxunsa o sürətlə toqquşma baş versə, burada artıq zəncirvari qəza olmuş olur. Arxadakı avtomobil gəlib birini vurursa, biri də gedib o birisinə dəyir və burada zəncirvari qəza baş verir. Bu zəncirvari qəzalardan uzaq olmaq üçün bunun bir nömrəli ən yaxşı üsulu budur ki, düzgün ara məsafəsi saxlamaq. Buna sizi inandırım ki, hamımız riayət eləsək, qəzaların sayını %100 aşağı endirmiş oluruq. Yəni gözlə nəzərə çarpacaq dərəcədə qəzaların sayını aşağı endirmiş oluruq. Düz yolda bir nömrəli qəza şəraitləri, qəzalar indi danışdığımız mövzudan, yəni ara məsafəsindən başqa burada belə bir problem yaranmır. Yəni düz yolda gedirsən, ara məsafəsi saxlayırsan, zolağında düz qalıb hərəkət edirsən. Düzdür, hərdən olur, deyə bilərsiniz ki, getdiyimiz yerdə düz gedirik, sağdan, soldan kimsə, bu artıq başqa növbəti mövzudur, kimsə gəlir, dönmə şunu yandırmadan, yəni bizi ötüb keçmədən qarşımıza sərt, yəni zolağı dəyişib, qayda qanunu pozub, zolağı dəyişib qarşımıza keçir, manevr qaydasını bu kobud şəkildə pozmaq deməkdir. Bəli, bu hallarla rastlaşırıq. Bu halda biz yəni çaşıb sükanı sərt sağa sola çevirmək lazım deyil, ancaq bu vaxtı biraz tormuzu sıxmaqla ondan da uzaqlaşmaq mümkündür. Yəni bu dediyim hər saniyə baş vermir, amma ara məsafəsini saxlamamaq bizim üçün hər saniyə qəzaya gətirib çıxara bilər. Biz test eləmişik, yəni hansı sürücülər daha çox yollarda problem yaradır. Bunu təlim vaxtı bütün sürücülərə demək olar ki, izah edirik, yeni başlayan sürücülərə. Yəni şükür Allaha neçə illərdir
Bu danışdığımız mövzularda iştirak edən sürücülər təlimdə axıra kimi iştirak edən sürücülərdə demək olar ki, problem yaranmır. Yəni xırda yüngül problemlər ola bilər. O da ki, təlimatdan qırağa çıxan sürücülərdə təlim vaxtı təlimatda verilən bütün dediyim nüanslara əgər sürücü fikir verirsə, bu sürücünün heç bir vaxt problemi ola bilməz. Fikir verirsiniz, hardasa bir 20 dəqiqədir yol gəlirik, danışırıq yolda. Rahat gəldiyimiz üçün, sürətimiz az, ara məsafəsi çox olduğu üçün bu müddət ərzində demək olar ki, biz problemlə rastlaşmadıq. Amma sürəti nisbətən artıq olsaydı, ara məsafəsi az olsaydı, yəni biz yolda bir neçə dəfə problemlə rastlaşmış olardıq. Ona görə də doğrudan da ara məsafəsi saxlamaq, sürət rejimini pozmamaq bir nömrəli bizim deyərdim ki, borcumuzdur. Yəni problem yaşamaq istəmiriksə biz qəza şəraiti yaradaq, qəza pozuntusu eləyək və yaxud avtomobilimizdəki sərnişinlər narahat olsun. Biz bu cür rahat idarə eləyəndə avtomobilimizdə olan sərnişinlər də rahat gedir, diskomfort yaşamır. Digərləri, yol hərəkət iştirakçıları üçün də problem yaratmırıq. Ona görə həmişə sürət rejiminə riayət eləmək, ara məsafəsini normal saxlamaq, bütün qayda qanununa, təhlükəsizlik qaydalarına riayət eləmək lazımdır.